Dəyərli izləyicilər, burada qeyd edilir ki, eradan əvvəl 7-ci əsrin ortalarında Mannada baş vermiş üsyan nəticəsində İranzunun mərkəzləşmə siyasəti yarımçı qaldı. Təbii ki, 7-ci əsrin ortalarında İranzu hakimiyyətdə deyildi, ona görə də bu yanlışdır. Urartu meyilli qüvvələr Mannadan qovuldu. Urartu meyilli qüvvələr, Urartu ilə münasibətlər elə də, yəni bu Urartu ilə bağlılığı yox idi 7-ci əsrin ortalarında. Sargon 8-ci əsrdə yaşayıb, o da yanlışdır. Manna dövlətinin Assuriya tabeliğindən xilas oldu. Aşeri hakimiyyətdən salındı. Əslində burada deməli Assuriya tabeliğindən xilas olmadı, yanlışdır bu. Deməli Aşeri hakimiyyətdən salındı, onlar üsyan nəticəsində doğrudur. Deməli Y variantı uyğun cavabdır. Sonra verilənlər arasında hansı hökmdara aid məlumat yoxdur? Səlcuqların vassallığına çevirmişdi. 1-ci Fəriboz var. Yəni onun haqqında burada məlumatı açıq şəkildə görürsünüz. 1-ci Fəriboz var idi. Deməli bu yanlışdır. 3-cü Fəzl deməli deyir ki, alanların yürüşlərinə qarşı Gəncənin müdafiəsini gücləndirməsi Əbülüs Varşavurdur. B də var. Sonra Azərbaycan torpaqlarının vahid dövlət halına birləşdirən Yusuf ibn Əbu Saz da var idi. Burada deməli Sallarilər dövlətinin varlığına son qoyması Əbülhicad 981 bu da var. Deməli bizim aid olmayan cavabımız C variantı olar.